Əli Kərimliyə deyir, xalq inanırdı. Əli Kərimliyə bilirsiniz nə vaxta kimi inan var idi? Açıq deyim də, bu 2019'da miting oldu ha. Hamımız dəstək verdik. 40 min 50 minə yaxın adam çıxdı. Ona qədər Əli Kərimliyə inanırdı cəmaət. Mən də şəxsən Rafael Piriyev inanmışam. And olsun Allah, danmıram ki. İnanmışam. Ondan sonra başa düşdüm ki, bu adam bu dəlidir, bu xəstədir, bunu başı çatmır. Ay bu millətə elə salır bu adam. 50 min adam meydana tökünən, ki gedin evə sabah miting eləyəcək kənə. Cəmaət istifa deyir, azadlıq deyir, istifa deyir. Əli Kərimli, Tofiq Yaqublu mikrofonu alıb əlinə ki, yalana son, talana son, get nədir? Cəmaət deyir ki, prezident aparatına doğru. Əli Kərimli, Gültəkin, Tofiq Yaqublu tribunada çığırırdı, əlinə mikrofonu cəmaatın fikrini yayındırırdılar. Cəmaət istifa deyir, azadlıq deyir, qışqırırlar. And olsunlar, gedin baxın, mitinglər hamısı şeydədir, internet görəsiniz. 5-6 il bundan qabaq. Millət dökülüb meydana 50 minə yaxın insan. Azadlıq çığırır, istifa çığırır, yürüyəkdir prezident aparatının qarşısına. Aldırar əllərini mikrofonu, xalqın, cəmaatın beynini yönətdirər başqa şeyə. Yalana son, talana son, yalana son, talana son. Bitti bundan da. Bundan da bitti. İnam, güvən, hamısı itdi. Bitti. Ona qədər inanırdı. Bəli, mən də inanırdım. Sonra nə bilim başladılar miting eləyəcək. Yox, bugün olmaz, sabah bir deyirlər. Sabah da getdilər miting icazə istəməyə. O da vermədilər. Bundan sonra da bitti də. Belə müxalifət olar, qardaş. Sən gözəl bir müxalifət dediyin dostlar, fürsətdən istifadə eləyənə deyirlər. Müxalifət dediyin hadisə törədənə deyirlər. Bax gör Azərbaycanda hadisə törədəcək müxalifət var. 50 min insan yığışsın sənin başına, sən hadisə törətmə. Sən fürsətdən istifadə eləmə. Belə bir müxalifət dünya nizarasında yoxdur. Buna müxalifət demərəm ki mən. Vallahi. Buna oyunçu, yalancı, fırıldaq, ikiyüzlü deyərəm mən. Buna birbaşa bu rejimə xidmət edən deyərəm mən. Oturun başınızı işlədin də. Görün bizi necə anlatdılar. Deyir Rafael, xalq da xalq deyil. Xalq da xalq deyil, yetişdirin də. Müxalifət nə üçün? Yetişdirsinlər də. Yetişdirəydilər də. Cəmaatın aktiv vaxtında cəmaatı darmadağın elədilər. Yetişdirəydiniz də. Yetişdirəydiniz, hər yerdə şəbəkələrinizi qurardınız. Qurduğu şəbəkələri göz qabağındadır da xaricdə. İndi mən hər veriliş açanda söz açılır bunu deyirəm. Deyəcəklər elə müxalifətə qarşı. Qardaş demək məcburiyyətini əmi mən. Demək məcburiyyətini əmi, bunlar bizim gül kimi ömrümüzü uğradılar, verdilər İlham Əliyevə. Birbaşa və ya dolayısı yolunu orada verdilər onlara. Hər dəfə seçki olanda boykot. Niyə boykot olmalıdır ki? Seçki bu millətin ləyaqət məsələsidir, namus məsələsidir, gələcək məsələsidir. Sən cəmaata deyəcək ki, ay millət, gələcəyinə sahib çıxma, otur evdə. Biz demokratik seçkilər istəyirik. Kim gətirəcək? İlham Əliyev gətirəcək. Kim? Onu gətirən sənsən. Dostlar, qardaşlar, seçkinin müxalifət özü hazırlamalıdır, özü yetişdirməlidir. Gözləməməlidir ki, rəqib ona imkan versin ki, ala sən seçkiyə git. Belə bir şey yoxdur, ay dostlar. Ay qardaşlar, seçkiyə müxalifət hazırlayır xalqı. Müxalifətin başında duran adamlar hazırlayır. Çıxıb ekranda günlərlə bizə şeydən danışır. Ukraynaya nə bilim Almaniya silah verdi, Fransa pul verdi. Elə bil hərbi mütəxəssisdir bu. Elə bil bunlar Ukraynanın müxalifətidir. Belə müxalifət olmaz qardaşım. Mən belə şeyləri görürəm, əsəbləşirəm, dəli oluram. Bunlar kimdir belə? Bunlar doğrudan da bizi xilas eləmək üçün varlar. Mən belə həqiqətləri deyirəm, başlayırlar mənə cüzdan ad qoymağa. Osunu verir, burasını verir, maması verir, hakimiyyətə işləyir, nə bilim İrana işləyir, Turana işləyir. Qardaş, həqiqəti deyirəm, ora-bura işləmək nədir? Həqiqəti razılaşmırsan sən. Sən də xilas olmaq istəyirsən, mən də. Mən deyirəm ki, bizim xilasımızın qarşısına keçən bu oyunlardır. Gəlin bu oyunları çözək. Nə çatışmırsa onu düzəldək. Sən buna görə mənə qarşı niyə çıxırsan? Anlamadım mən. Mən səhvi niyə danışıram? Düzəltmək üçün. Nə olar ki, mən Əli Kərimi də müdafiə edirəm, Qəniməti də müdafiə edirəm, Gültəkini də, Cəmilə Sənini də, nə bilim, digər müxalifət sədrini də. Mən müdafiə elədiyim, dəstəklədiyim hansısa partiya sədri, hansısa müxalifətçi jurnalist haqqında kimsə nəsə deyirsə, mən onunla bir yerdə duracağım, mən Rafael Piriyev. Mən onunla. Bax, o vaxt o Əli Oğuz var ha.
Onunla bir yerde olurlar. O hakkında kimle danışırsa dedim kardeş bir dakika dayan. Efirimiz var, canlı efirimiz var. Gel çıxaq efirə. Ben seninle bir yerde Əli karşı çıkacağım. Sen demirsən o belədir. Geclə karşı çıxaq. Sana dəstək verim. Gəlmirdilər. Özüm tələb edirdim. Gəlmirdilər. Mən belə insan olmuşam. Dostlar, mən qətiyyətliyəm. Mənim əqidə yoldaşım haqqında kim nə deyir desin, mən o deyənin yanındayım. Gəl görün bura qardaş. Xoş gəlmisən, səfa gəlmisən. Gəl görün bura. Gəl izah elə. Bəlkə mən bilmirəm. Amma mən əqidə yoldaşını, mən onu müdafiə edirəm. Kimsə onun haqqında danışır, mən durum ona qarşı yox, belə bir şey yoxdur. Həqiqət belə bərpa ola bilməz ki. Həqiqət belə bərpa ola bilməz dostlar, qardaşlar. Mən sənin əqidə yoldaşınamsa, bir yerdə gediriksə, mənim haqqında kimlə danışırsa, ged onun yanına, mənim yanıma yox. Onun yanına get ginən. Ged onun yanına, onun yanında dur ginən, mənə qarşı. Məni tanımaqsa ged onun yanına. Dur onun yanında, düzə əri. Sən o zaman məni tanıyassan sən. Sən məni durmadan dəstəkləməklə tanıya bilmərsən sən. Başa düşdünüz? Sən o zaman həqiqəti bərpa eləyəsən. O zaman əqidə yoldaşını daha da yaxşı tanıyassan. O zaman əqidə yoldaşının səhv olduğunu biləsən. Düzəlməsi üçün əlindən gələni eləyəsən onun. Sən o zaman əqidə yoldaşını düzəldə biləsən. Yox, sən durmadan bu mənim əqidə yoldaşımdır, bu bunu eləyə bilməz, bu bunu eləyə bilər, qardaş eləyə bilər, insandır, səhv eləyə bilər. İnsan da eləyə bilər, dur onun yanında, mənim yox, dur onun yanında, mənə qarşı danışın. Mən də çağırın onu danışın. Səhvimizi düzəldin mənim səhvimi. Mübarizə belə olur, qətiyyət belə olur, həqiqət belə olur. Təşkilatlanmanın qarşısını alan səhvlər var, bu səhvləri ortadan qaldırmaq üçün belə hərəkət eləməliyik, belə addım atmalıyıq. Və bu yoxdur ki. Məsələ budur dostlar. Ona görə birləşə bilmirik. Çünki bizim apardığımız, bu ortalıqdakilərin bir çoxunun apardığı mübarizə istəyə uyğundur. İstəyə, məntiqə yox. İstəyə. Ona görə də biz xilas ola bilmirik. Vallahi billah, ona görə də təşkilatlana bilmirik. Qarşımızı kəsən nədir? Səhvlər, yalancı təriflər. Biri çıxır, yaşasın Qurban Məmmədov, tərtəraşdır. Urre, nə bilim 30 ildir Əli Kərimli müxalifət onu istətləyə bilmər. Yaşasın Əli Kərimli, Əli bəy. Səhvdən danışan yoxdur. Səhvdən danışan yoxdur ki, düzə yol açılsın. Həqiqətə doğru gedə bilər. Yoxdur. Tərif siyasəti. Nə bilim, Cəmilə səndən danışmaqla o kitab yazır, bütün dünya onun kitabına heyran qalıbdır. Burada gedib bir almana desən onun kitabını, deyəcək Cəmil kim, nə kitab? Heç tanımır. Tənqid elə bilmir. Tənqid edəcəksən, deyirsən, dayan, nə danışsın sən? O kitab yazır, biz ziyalı deyib, belə oğlan, deyirsən, nə danışsın sən? Bir dayan da bu səhvini deyək də. Cəmil səhv elə bilməz. Əli Kərim səhv elə bilməz, Rafay səhv elə bilməz. Bunu deyək də. Səhv niyə deyilir? Yol açasın. Düzə doğru, düzə nədir? Həqiqətə doğru gedən istiqaməti almaq üçün səhvi deməlisən ki, düzəlsin. Sən mən səhvimi deməsən, mən imkan verməyəcəm axı səni təşkilatlanmağa. İnsan onda səhv eləyə bilərəm. Sən denən ki, özümü düzəldim, o düz istiqamətdə gedə bilək. Təşkilatlana bilək. Önümüz açılsın, demirlər.